آياته فهو الكريم المنزل وقل قال الله جل جلاله والمصطفى الهادي ولا أتأول. Bu qaydanı dəqiqləşdirək. Kafirlər bizə şəxsən zərər versin və yaxud verməsin. Bizi sevsin, sevməsin. Bizi öldürsün, öldürməsin. Torpaqlarımızı işğal etsin və yaxud etməsin. Fərq etməz. Bizim kafirlərdən bəri olmamızın təməli onların Allaha olan şirk və küfrünə dayanmaqdadır. Və ya bir kafirdən bəri olmamızın, onlara düşmanlıq etməmizin təməli o kafirin küfrüdür. Bir kafir torpaqlarımızı işğal etdi və biz də işğal edilən torpaqları ondan geri qazandıq deyəlim. Bizim o kafirlərə qarşı olan bəramız, düşmanlığımız və onun içəriyi tamamən bozulmadan qalır. Vəla və baramız üçün onlardan sadəcə bizə zərər verənlər, bizi öldürənlər və ya bizi suistimal edənlər, bizə küfr edənlər və onlardan bizimlə savaşan savaşçılar olması şərtini iddia edən biri kim olursa olsun, əslində öz şərəfini, öz onurunu Allahın onurundan, Allahın şərəfindən daha dəyərli olduğunu söyləməkdədir. Kafirlərdən bəri olmamızın və onlardan nifrət etməyimizin səbəbi bizə zərər vermələridir. Deyən bir kimsə fərqində olaraq və yaxud olmayaraq mənim şərəfim, mənim onurum, mənim ölkəm, mənim xalqım, mənim ailəm onların Allaha yönəlik etdiyi küfürlərdən daha önəmlidir, daha dəyərlidir deməkdədir. Kafirlər Allaha küfür etdiyində bu Allah ilə kafirlər arasındadır. Və əgər mənə küfür edərlərsə, mənə həqarət edərlərsə, o təqdirdə onlardan bəri olmamız lazım olar mənasına gəlməkdədir. Bu da bir nifaqdır. Onlar, kafirlər, Allaha küfür etdiklərində tolerans çağrısında bulunurlar. Ancaq özləri söz konusu olduğunda, özlərini etkiləyən bir vəziyyət söz konusu olduğunda bəra etmək, düşmanlıq etmək istəyərlər. Bu, özünü bu ümmətə ətf edən münafiqlərin özəllikləridir. Allaha yönəlik bir həqarətə tepki vermə anlamında ən pisin pisi olurlar. Hətta bizzat özləri ola bildiyincə kibar cavab verirlər. Hücuma uğrasın, uğramasın fərq etməz, onlar hər kəsə qarşı tolerans göstərməyə çağırırlar. Ancaq müvahidlərə isə bəra göstərilməsini, düşmanlıq göstərilməsini istəyirlər. Həmçinin özlərinə cavab verən hər kəsdən bəri olmağa çağırırlar. Ancaq söz konusu Allaha həqarət etmək, Allaha küfr etmək olduğunda onlar üçün bir problem yoxdur. Belə bir vəziyyətdə onlar üçün bəra göstərilməsinə gərək yoxdur. Və bunlar təməl və tartışmasız məsələlərdir ki, bizim tək etməyimiz gərəkən Quran və sünnətə boyun əymə və anlama bağlamında ilk sələfimizin yoluna uymaqdır. Və bu vəla və bara qavram və prinsipinə uymamağımız kəsinliklə mümkün deyildir. Allah hədis-i qudsidə belə söylüyor. Adəm oğlu mənə küfr etdi və bunu etməyə haqqı yoxdur. Onların bu sözləri haqqında Allah özünə küfr olduğunu söylüyor. Bu səbəbdən bizim kafirlərə olan bəramızın səbəbi onların küfürləridir. Çünki biz Allahı sevir və Allaha həqarət edən, Allaha küfr edən hər kəsdən nifrət edirik. Əgər küfrün Allaha həqarət etmək, Allahı sövmək olmadığını düşünürsünüzsə və bunu güclü və ciddi bir dəlil olmadığını düşünürsünüzsə, o zaman Allahın bu sözünə qulaq verin. Onlar Allah uşaq edindi dedilər. Siz nə qədər pis bir iddiada bulundunuz və nə pis bir şey gətirdiniz. O tolerans yanlısı arazlara gedin və özəlliklə bir müvahiddən gələn kiçik bir qınağa qarşı necə ağlamağa başladıqlarını, necə yaxınmağa başladıqlarını görün. Allah bunu özünə küfr etmək olaraq adlandırdı və Allah bunu çox böyük və çirkin bir iddia olaraq adlandırdı və dedi, bəziləri Rəhman uşaq edindi dedilər. Ey belə söyləyənlər, həqiqətən siz çox çirkin və qorxunc bir iddia ortaya atdınız. Neredeyse göylər çatlayacaq, yer yarılacaq və dağlar yıxılıb yerlə bir olacaqdır. Ya Allah, niyə belə olacaqdı? Rahmana uşaq isnad etdilər deyə. الاعتقاد الشافعي ومالك وأبي حنيفة ثم أحمد ينقل
فإن اتبعت سبيلهم فموفق